Böyük şirkə gəldikdə isə böyük şirk əməllərin batil olmasını və cəhənnəmdə kim onun üzərinə ölərsə, cəhənnəmdə əbədi qalmağı vacib edir. Necə ki Allah Subhanahu taala Quran-ı Kərimdə deyir ki: "Əuzu billahi mineşşeytanirracim və lev əşraku lehabita anhum ma kanu ya'malun." Əgər onlar şərik qoşsalar, onların etdiyi əməllər puç olar, batil. Digər bir ayədə Allah Subhanahu taala deyir ki: "Ma kana lil müşrikin en ya'muru mesacidallahi şahidin ala anfusihim bil kufr. Ulaika habitat a'maluhum ve fi'n-narihum halidun." Allah Subhanahu taala buyurur ki, digər bir ayədə müşriklərə küfür etdiklərini bildikləri halda onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır, onlar odda əbədi qalacaqlar. Sonra şeyx devam edir ki: "Və enne men mata alayhi falan yughfar lahu vel cennetu alayhi haramun." Kim böyük şirk üzərində ölərsə, onun üçün o bağışlanmaz və ona cənnətdə haramdır. Necə ki Allah Subhanahu taala digər bir ayədə vurğulayır ki: "İnnallaha la yaghfiru en yushraka bihi ve yaghfiru ma dun zalika limen yasha." Həqiqətən Allah Subhanahu taala ona şərik qoşanı bağışlamaz və ondan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlayar. Başqa bir ayədə Allah Subhanahu deyir ki: "İnnehu men yushrik billahi faqad harramallahu alayhi'l cennete ve ma'vahu'n nar ve men liz-zalimin min ansar." Kim Allah Subhanahu şərik qoşarsa, Allah Subhanahu cənnəti haram edər və onun qayıdış yeri də od olar. Sığınacağı yeri od olar. Zalimlərin də heç bir yardımcısı olmaz.